Salam, hər vaxtınız xeyir olsun dəyərli dostlar, gözəl insanlar. Deməli, baxıram ki, sual verirsiniz ki, dırnaqdakı göbələk, ümumiyyətlə ayaqdakı göbələyi nə cür təmizləmək olar? Mən sizə bir dənə bir şey deyim, bunu yadınızda saxlayın. Əgər sizin daxildə qaraciyər, öd probleminiz varsa, qaraciyər xolesterolunuz, piylənməniz, insulin direnciniz, ümumiyyətlə belə deyim də, qaraciyəriniz yüklüdürsə, sizin ayağınızda, əlinizdə, dırnağınızda göbələk varsa, inanın ki, bunu nə qədər dərman atsanız, nə qədər üzərinə laklar, kremlər, nələrdən istifadə etsəniz, yenə də təmizlənməyəcək. Çünki təmizlənmə daxildən olmalıdır. Daha sonra sizə belə deyim, bax bu müalicəni almalısınız. Təbii bitkilərdən müalicə, hətta dərmanlardan da müalicə dırnaqdakı göbələyi aparmır. İndi diqqətlə dinləyin. Səhər-səhər bir çay qaşığı qara çörək otunun yağı içirsiniz. Ondan bir 15 dəqiqə sonra 5 ədəd iğdə içi unlu var iğdə. Qəşəngdə çiçəklər olur, ətirli. Bax onu deyirəm. İğdənin 5 ədəd meyvəsini yuyursunuz, partladırsınız, qabığını çıxardırsınız, yəni partladır, içinə ki su girsin deyə. Çalışın ki, içinin ağı sarı rəngdə olmasın, unları ağappaq olsun. 5 ədəd iğdəni qaynayan, bax belə çaşqaya tökürsünüz, üstünə qaynar su tökürsünüz, ağzını örtür və yaxud da çaynikdə də dəmləyə bilərsiniz. 5 dəqiqə dəmləyirsiniz və ya çaşqaya tökürsünüzsə bir 15-20 dəqiqə ağzı örtülü qalmalıdır. Dəmlənir, bunu səhər-səhər içirsiniz. 15 dəqiqədən sonra səhər yeməyi yeyirsiniz. Bir də axşam bir çay qaşığı 40 kilik otu, bitkinin adı bu cürdür, türk dilindədir. 40 kilik otu. Bax bu bitkini dəmləyirsiniz, içirsiniz. Bunu bir ay edin, 10 gün fasilə verin. Bir də bir ay edin, 10 gün fasilə verin. Bu arada, məsələn, rafinə olunmuş qidalar yeməyin, ondan sonra qablaşdırılmış, nə bilim, fast food qidalar, belə qidalar yeməyin ki, qaraciyəriniz yüklənməsin. Yağlı, qızartma, yəni belə şeylər yeməyin ki, qaraciyər yüklənməsin. İçə bilərsiniz, məsələn, alaqanqalın toxumunu yaxud balla, yaxud dəmləməsini içə bilərsiniz. Ənginarın siropu varsa siropu və yaxud da əlinizə hansı variantdan düşürsə yeməli, çox gözəl qaraciyərə təsir göstərir. Bol da su içməlisiniz. Hər kəs 1 kilo çəkisinə 30 milli su içməlidir. Bu qızıl qaydadır. Adam var ki, deyir ki, həkimlər deyir ki, çox su içmək lazımdır, amma mən çox içəndə mənə ziyan eləyir. Bəli, amma siz çəkinizə görə, çəkiniz neçə kilodur, vurun 30 milliyə və siz biləcəksiniz ki, gün ərzində neçə litr su içəcəksiniz. Oldu mu? Bax, bu qədər, Allah şəfa versin, bunu edin, ondan sonra özünüz görəcəksiniz ki, ödünüzdə, köpünüzdə öd qatlaşması, öd palçığı, ödünüzdə polip, daş, qum, o necə deyirlər, çınqıl, qaraciyər piylənməsi, insulin direnci, qaraciyər xolesterolu, hamısı toksinlərdən arınacaqsınız və də qəbizlikdən qurtulacaqsınız. Bax, o göbələyi təmizləməyin sayəsində. Bu qədər. Sağ olun, salamat qalın. Şərhlərdə suallarınızı yazın. Zəhmət olmasa, mən Instagramda yeni paylaşılan videoları, zəhmət olmasa, kim takip etmirsə məni takip etsin və də kim sağlamlığını qoruyursa videolarımızı ona göndərsin. Təşəkkür edirəm. Sağ olun, salamat qalın. Allah şəfa versin. Bağlanmır.